Naxçıvan Dövlət Universitetinin magistr və bakalavr tələbələri üçün kənar dövlət maliyyə nəzarəti tədbirlərinin həyata keçirilməsində risklərin müəyyən edilməsi mövzusunda növbəti təlim təşkil olunub. Tədbirdə istehsalat sferasında mühasibat uçotu, beynəlxalq iqtisadi münasibətlər ixtisasının magistrları və mühasibat və maliyyə ixtisaslarının tələbələri iştirak ediblər. Azərbaycan Respublikası Hesablama Palatasının dövlət gəlirlərinin və iqtisadi sahələrin audit şöbəsinin müdiri Azim Abbasov maliyyə nəzarəti prosesində risklərin vaxtında müəyyən edilməsinin əhəmiyyəti haqqında ətraflı məlumat verib. O, dövlət maliyyə nəzarətinin əsas məqsədlərindən, audit prosesində rast gəlinən risk faktorlarından və onların idarə olunması yollarından bəhs edib. Təlim interaktiv formada keçib və sual-cavab sessiyası ilə davam edib. Hesablama Palatası əməkdaşları tərəfindən Naxçıvan Dövlət Universitetinin seçilmiş tələbələrinə təlim prosesinin verilməsi nəzərdə tutulmuşdur. Və bu proses ümumilikdə 3 aylıq bir müddəti əhatə edən bir prosesdir, hansı ki 40 saatlıq bir prosesdir. Hesablama Palatasının yüksək vəzifəli şəxsləri tərəfindən tələbələrimizlə onlayn və offlayn formada görüşlər keçirilmiş və ən yaxşı şəkildə olan 20 tələbəmiz seçilərək təlimə cəlb olunmuşdur. Artıq fevral ayından təlim prosesinə start verilmişdir. Hər təlimin təlimçisi Azərbaycan Respublikası Hesablama Palatasının şöbə müdirləri, müxtəlif vəzifəli şəxslər tərəfindən aparılır və ümumilikdə 7 nəfərin 5 təlimi bu günədək baş tutmuşdur. Əməkdaşlıq çərçivəsində biz dövlət auditorunun ayrı-ayrı xüsusiyyətlərini nəzərə alınmaqla praktiki təlimlər keçirərək daha çox fərqlənən tələbələrin bu sahədə biliklərinin artırılması və sonradan onların əmək fəaliyyətinə başlanması üçün ilkin şərait yaratmış oluruq. Mən çox razıyam ki, universitetimiz və Hesablama Palatası bizim üçün bu cür şərait yaratdı. Mən ümid edirəm ki, mən və digər iştirakçılar bu təlimdən və yaradılan bu şəraitdən mümkün qədər istifadə edərək özümüzü doğruldacaq. Qeyd edək ki, təlimlər aprel ayının 21-nədək davam edəcək. Kifayət Mahmudova, xanım Rüstəm Sadə, Akşin Məhərrəmov, NTV Xəbər.